2013-cü ildən bugünədək Səyyar Asan xidmətə 3 milyon 200 mindən çox vətəndaş müraciəti daxil olub və Səyyar Asan xidmət nədir və özündə nələr ehtiva edir? Prosesin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin etməkdir. İstiqamətlərdən biri ödənişli əsaslarla vətəndaşın olduğu yerdə xidmətin göstərilməsi, digəri isə regionlarda Səyyar Asan xidmət avtobusları vasitəsilə dövlət xidmətlərinin həyata keçirilməsidir. Hansı xidmətdən yararlandınız? Daşınmaz əmlakdan ev için kupçu alacağım. Şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün gəlmişdim. Hansı xidmətə müraciət etdiniz? Vətəndaşlıq pasportu almaq. Bu bizim üçün daha rahatdır. Mən Xırdalan qəsəbəsində, şəhərində daha doğrusu yaşayıram. Və mənim üçün işlə əlaqədar, vaxt məhdudiyyətinə əlaqədar artıq kənara getməyə ehtiyac yoxdur. Şəxsiyyət vəsiqəsinin yerindən çıxarılması üçün itirdiyimə görə. Şəxsiyyət vəsiqəsi. Nə ilə bağlıdır müraciətiniz? Şəxsiyyət vəsiqəsi ilə bağlı. Səyyar Asan xidmət avtobuslarının içərisində belə gördüyünüz kimi Asan xidmət əməkdaşları tərəfindən sənəd qəbulu və informasiya xidmətinin prosesləri həyata keçirilir. Səyyar Asan xidmət avtobusları Dövlət Agentliyinin təşəbbüsü ilə fəaliyyət göstərir. Hazırda Xırdalan şəhəri ilə yanaşı digər bölgələrdə də səyyar xidmətlər həyata keçirilir. 2 oktyabr tarixindən etibarən Yevlax, Yardımlı, İsmayıllı, Göygöl, Saatlı, Siyəzən, Zaqatala rayonlarında və Xırdalan şəhərində vətəndaşlara səyyar xidmətlər göstərilir. Xidmətlərin 30 oktyabr tarixinə qədər həyata keçirilməsi nəzərdə tutulub. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, vətəndaş vəziyyət aktlarının dövlət qeydiyyatına alınması və əmək pensiyalarının təyin olunması xidmətləri ilə bağlı səyyar xidmət avtobuslarında səyyar xidmətlər həyata keçirilir. Həftə içi 5 gün saat 10-dan 5-ə qədər müraciət edə bilərlər. Vətəndaşlar xidmətlərə müraciət etməzdən öncə ümumi məlumatları dəqiqləşdirmək üçün 108 daxili nömrə 3 yığaraq çağrı mərkəzinə müraciət edə bilərlər. Həmçinin Asan xidmətin rəsmi internet səhifəsinə 3w.asan.gov.az internet səhifəsinə daxil olaraq məlumatları dəqiqləşdirə bilərlər. Proses xüsusilə Asan xidmət mərkəzləri olmayan şəhər və rayonlarda reallaşdırılır. Bəzi bölgələrdə bu avtobuslar eyni yox, müxtəlif məntəqələrdə fəaliyyət göstərir. Nigar Babayeva, Emin Tağıyev, Telesər.